Dünya bazarında badama böyük tələbat olduğundan bir çox ölkələrdə məhz bu meyvə əsas valyuta gətirən məhsullardan hesab olunur. Respublikanın bir çox regionlarında olduğu kimi artıq ötən ildən Biləsuvar rayonunda da 5 hektar sahədə müasir badam bağı salınıb. Mütərəqqi metodlarla becərilən bağın təxminən hər hektarında 1000-ə yaxın müasir tinglər bastırılıb. Bağda əkilən tinglər Amerika mənşəli badam sortlarıdır. Sortun özəlliyi isə gec çiçəkləməsi, şaxtaya və quraqlığa davamlı olmasıdır. Rayonda ilk dəfə əkildiyindən əvvəlcə laboratoriyaya torpaq analizləri təqdim olunub. Müsbət cavab alındıqdan sonra təcrübəli mütəxəssislərin iştirakı ilə intensiv bağ sxeminə uyğun olaraq əkin aparılıb. Hazırda ağacların inkişaf tempi və vegetasiya vəziyyəti artıq indidən onların növbəti ildən bar verəcəyini deməyə əsas verir. Bu isə Biləsuvarda badamçılığın perspektivli sahə olduğunu bir daha təsdiqləyir. Sahibkar Xəyal Hüseynov bildirir ki, bağın salınmasında əsas məqsəd rayonda qeyri-ənənəvi meyvəçiliyin tətbiqi və gələcək mərhələdə ixrac imkanlarının işə salınmasıdır. Bu da Biləsuvar üçün yeni kənd təsərrüfatı brendinin formalaşması deməkdir. Bizim yəni regionda yenə də deyirəm, yəni ilk bağ saldığımız üçün, yəni indi biz dövlət tərəfindən dəstək olunacaq, yəni qeydiyyata saldırmışıq, bağımızı qeydiyyata saldırmışıq. Dövlət dəstəyi olarsa genişləndirməyi, xarici ölkəyə ixracın nəzərdə tuturuq. Ümidvaram ki, yəni göstəriş onu göstərir ki, yəni göz qabağındadır, bağımız yaxşı inkişafdadır. Yəni nəticəmiz uğurlu alınarsa, yəni xarici bazarlara çıxmaq məqsədimiz var. Yəni daha da genişləndirmək məqsədimiz var. Gördüyünüz bu bağ 2 ilin bağıdır və bu 2 ilin bağı olduğunu göstərmir. Hərdəsə 4-5 yaşında bir bağın potensialını ortaya qoyur. Bu da o deməkdir ki, regionun bu bağ üçün ən əlverişli zona olduğunu göstərir. Çünki bağlar üçün ən tələb olunan dəyərlərdən biri iqlimdir, biri torpaqdır və bu günləri iqlim olaraq da badam üçün, gavalı üçün, xurma üçün, əncir üçün ən uyğun zona sayılır. Çünki tələb olunan qışlıq saatı Biləsuvar regionu tam ödəyir 500-700 saat. Sahədə hazırda yaz mövsümü ərəfəsində budama işləri aparılır. Aqrotexniki qaydalara əməl olunur və zərərvericilərə qarşı vaxtında mübarizə tədbirləri görülür. Bağda müasir suvarma sisteminin tətbiqinə görə su təminatının dayanıqlığı xüsusi diqqət mərkəzində saxlanılır. 1500 kub metrlik su anbarıdır. Yəni burada su gəlir, arazın suyu olduğu üçün su gəlir burada durulma mərhələsində. Su tam durulandan sonra motorxana vasitəsilə ağaclara ötürülür damlama sistemi üzərindən. Qeyd edək ki, bağçılıq sahəsində aparılan işlər onu deməyə əsas verir ki, Biləsuvarda qeyri-ənənəvi meyvəçilik artıq eksperiment mərhələsindən çıxaraq real nəticələr vəd edir. Əyyub Türkay, Samir Qurbanov, Zahid Aydınoğlu, Biləsuvar.